Hiç fikirləşmisinizmi bazı insanlar sizin uğrunuza niye sevinə bilmir? Siz irəli getdikcə kimlərinsə daxilində bir sıxıntı, bir uğursuzluq baş verir. Bugün maskaları düşürdürük. Mövzu paxıllıqdır. Söhbət insanı daxildən çürüdən hissdən gedir. Paxıllıq sadəcə məndə yoxdur, onda da olsun demək deyil. Paxıllıq başqasının işığına baxıb öz qaranlığını xatırlatmaq və daxilində o qaranlıq hisslərin üzə çıxmasıdır. Niyə insan paxıllıq edir? Sənin keçdiyin yolu, göstərdiyin iradəni özündə göstərə bilmir deyə paxıllıq edir. Sənin nailiyyətlərin ona öz uğursuzluğunu xatırladır. Hiss elədiniz ki, kimlərsə sizə paxıllıq edir və enerjisini ötürür, sadəcə özünüzü gizlədin. Ya həmin insanı ignor edin, ya uzaqlaşın, ya da sizi ona paxıllıq edəcək şeyləri xatırlatmayın. Və sizin uğrunuz, o paxılların sizə dedikləri birinci şey belə olacaqdır. Sən yaxşıydın, amma filan kəs səndən daha yaxşı iş gördü dedikdə, sən belə cavab ver: mən onsuz da özümü yaxşı görmürəm. Etdiklərim öz potensialımı üzə çıxartmaqdır. Əsas yönlərindən biri də, pis olan bir şeyləri də, paxılların özlərinə olan ən böyük ziyanı, öz yaşamlarını, həyatını özlərindən çıxardıb, paxıllıq çəkdiyi insanın öz həyatlarına baş rolda qoymasıdır. Və bir şey də bilin ki, tüm sirkə yalnız öz bankasını partladar. Allahın salamı, xeyir, bərəkət olsun hər birinizə.